Deməli uşaqlar, bugünkü dərsimiz nədir? Refleksiv pronouns, yəni qayıdış əvəzlikləri. Refleksiv pronouns digərlərindən fərqli olaraq sonuna self və selves hissəcikləri artırmaqla düzəldir. Yəni təkdədirsə bizim şəxs əvəzliyimiz self artırırıq, daha doğrusu yarı əvəzliyi. Cəmdə olanda da selves artırırıq. Gəlin nümunələrlə baxaq. Singular tək formasında. My olur myself, yəni I, mən, my, mənim, mən özüm olanda da myself. You, sən, your, sənin, yourself, sən özün. Daha sonra he, o, him, onun, himself olanda da olur o özü kişi cinsində. She, o, her, onun, herself olanda da o özü qadın cinsində. It, o cansız, yəni it, onun cansız, ya da it daha doğrusu. Itself olanda da o özü orta cinsdə. Bəs cəm formasında dediyini artırırıq, selves artırırıq. We, biz, our, bizim, ourselves, biz özümüz. You, siz, your, sizin, yourselves, siz özünüz. Baxın, sən olanda yourself oldu, siz olanda yourselves oldu. Buna diqqət yetirirsiniz. Bu bizi tez-tez çaşdırır. Daha sonra they, onlar, them, onların, themselves da olanda onlar özləri olur. Bəs bunu cümlədə necə tapacağıq? Gəlin cümlələrə baxaq. Məsələn, deyirəm ki, I prepare my homework myself. Deyir ki, mən tapşırıqlarımı, homework, ev tapşırıqlarımı mən özüm edirəm. Yadınızda saxlayın, refleksiv pronoun, yəni qayıdış əvəzliyi cümlədə mənanı qüvvətləndirmək üçün istifadə olunur. Məsələn, mən burada myself-i işlətmədim, düzdürmü? Deyirəm, I prepare my homework. Mən ev tapşırıqlarımı hazırlayıram. Myself-i qoyanda olur, I prepare my homework myself. Mən ev tapşırıqlarımı özüm hazırlayıram. Gördünüz, mənanı qüvvətləndirdik. Myself-i hardan tapdıq? Ya cümləmizin mübtədasına baxırıq, I. Ən çox. Cümləmizin mübtədasına baxırıq, I. I-ın qayıdış əvəzliyi forması nə olmuşdu? Myself. Və yaxud da ki, burada əgər bizim başqa bir yəli əvəzliyimiz varsa, my əvəzliyimiz varsa, elə olur myself. Amma bu hal bizi çaşdıra bilər. Ona görə həmişə nəyə baxırıq? Mübtədamıza. Daha sonra deyirəm ki, she prepare her homework herself. O ev tapşırıqlarını özü hazırlayır, herself. Herself-i hardan tapdım? Mübtədamıza əsasən, she-yə əsasən tapdım. Bir dənə də cəm formaya baxaq. Məsələn, they prepare their homework themselves. Mən burada bakıyorum var burada. She prepares olmalıdır. Bunu burada yazmamışım. Prepares. They prepare their homework themselves. Onlar ev tapşırıqlarını özləri hazırlayırlar. Gördünüz, themselves-i nəyə əsasən tapdım? Z-yə əsasən tapdım. Qayıdış əvəzlikləri dedik bunlar. İndi onlara aid qeydlərə baxaq. Dedik, cümlə hansı şəxs əvəzliyi ilə başlayırsa, qayıdış əvəzliyində ona uyğun yazırıq. Yəni, nümunələrdə də göstərdim. I-dirsə myself, she-dirsə herself, they-dirsə themselves və yaxud da ki, we-dirsə ourselves, he-dirsə himself bu formada. Yox, əgər bizim mübtədamız şəxs əvəzliyi yox, başqa bir sözlə ifadə olunarsa, o zaman da mübtədamıza baxırıq. Əgər bizim mübtədamız qadın cinsinə aid olan bir şeylə işlənirsə, məsələn, adam adı, qadın cinsində olan adam adı, Kate, Jane və yaxud da ki, qadın cinsinə aid olan bir isim, aunt, sister bu formada işlənirsə, bunu avtomatik birinci şəxs əvəzliyinə çeviririk. Bunlar nədir? She-dirlər də, düzdür, Kate, Jane, hamısı she-dir, qadın cinsidir. She-ni çevirəndə qayıdış əvəzliyi nə olur? Herself. Və yaxud da ki, kişi cinsinə aid olan isimlər var. David, Jack, uncle, brother, father bu formada olanlar. Bunlar nə ilə əvəz eləyirdik? He ilə əvəz eləyirdik. Bəs qayıdış əvəzliyinə çevirəndə nə olur? Himself. Daha sonra cansız isimlər, gördüyümüz bütün cansız əşyalar, heyvanlar, ölkə və şəhər adları it ilə əvəz olunur. Təbii ki, təkdədirsə, cansız isimimiz təkdə olmalıdır. Heyvan adımız təkdə olmalıdır. Ölkələr onsuz da təkdə olur. Hər ölkədən bir dənə var. Bunu itlə əvəz eləyirik. İti də qayıdış əvəzliyinə çevirəndə nə olur? Itself.
Daha sonra bütün cəm isimlər istəyir canlı olsun, istəyir cansız olsun, z ilə əvəz olunur demişdik. Z ilə qayıdışa çevirəndə nə olur? Themselves. Yəni, məsələn, mən e-book deyirəmsə, e-booku çevirəndə nə olur? Itself. Amma books deyirəmsə olur? Themselves. Və yaxud da ki, heyvan adı, e-dog. E-dog itself olur, amma dogs olanda nə olur? Themselves. Daha sonra bizim əsas bir qeydimiz var ki, cümlələrdə mübtədamız ifadə olunarkən mübtədaya diqqətlə baxırıq. Baxın, məsələn deyirəm, her son does his homework himself. Onun oğlu ev tapşırıqlarını özü hazırlayır. Biz burada her, buna qətiyyən baxmarıq. Əgər biz her'a baxsaq burada, gəlib burada herself yazarıq. Amma olmaz. Burada axı söhbət her'dən getmir, her sondan gedir. Onun oğlundan gedir söhbət. Oğlan da nədir? Kişi cinsidir, ona görə himself olur. Və yaxud da ki, deyirik, his daughter does her homework herself. Onun qızı ev tapşırıqlarını özü eləyir. Burada da yenə his'in qarşısına baxmasaz, yəni bu daughter sözünü görməsəz, qaçıb his'ə əsasən bura himself yazsaz, qətiyyən səhv olacaq. Ona görə nə edirik? Cümləmizə səbirlə axıra kimi baxırıq. Bizim əsas ismimizi tapırıq. Bizim burada söhbət isimdən gedirsə, his nədir? Əvəzlik. Əvəzliyi götürə bilmərik. Bütöv his daughter, yəni onun qızı nədir? Qadın cinsindədir. Yazırıq herself. Daha sonra refleksiv pronoun haqqında qeydlərimiz davam edir. Deməli, cümlədə əgər bizim mübtədamız yoxdursa, yəni cümlə feillə və yaxud da ki, xitabla başlayırsa, biz iki cavab qoya bilərik. Ya yourself, ya da yourselves. Gəlin, biraz bunun dərinliyinə gedək. Ümumiyyətlə, Azərbaycan dilində olduğu kimi İngilis dilində də xitab var. Xitab nədir? Müraciət bildirir. Məsələn, mən deyirəm ki, Fidan dərsini oxu. Yəni, nə demək istəyirəm? Sən dərsini oxu. İngilis dilində də bu formadadır. Amma bizim təbii ki, xitabımız həm təkdə ola bilər, həm də cəmdə ola bilər. Əgər xitabımız təkdədirsə, yəni bir nəfərə xitab edirəmsə, yourself deyirəm. Yox, əgər cəmdədirsə, yəni çoxlu adama müraciət edirəmsə, yourselves olur. Yəni, məsələn deyirəm, boys, do your homework yourselves. Oğlanlar, dərslərinizi siz özünüz edin. Baxın, boys cəmdədir, oğlanlardır. Buna əsasən də nə qoyuruq? Yourselves. Qulaq as. Daha sonra, boy, do your homework yourself. Oğlan, dərsini özün et. Oğlan, yəni kim? Sən. Dərsini özün et, sən özün et. Bu formada. Və görürük ki, xitabdan sonra həmişə vergül qoyulur. Əgər bizim ismimizdən sonra, yəni mübtədamızdan sonra vergül varsa, bu bizim xitabımızdır. Vergül olanda da dedik, iki forma mümkündür. Ya yourself, ya da yourselves. Onun tək və cəm olmandan asılı olaraq. Yox, əgər bizim vergülümüz yoxdursa, mübtədaya əsasən biz uyğun qayıdış əvəzliyini qoya bilərik. Məsələn, müqayisə eləsək, deyirəm ki, girls, clean your rooms yourselves. Qızlar, otaqlarınızı təmizləyin. Siz özünüz təmizləyin. Gördünüz? Girls. Əslində buna they deyərdik. Amma niyə demədik? Çünki vergül gəlib. Xitab funksiyasındadır. Ona görə də girls-a görə yourselves qoyuruq. Əgər bir nəfər deyirsə, girl, clean your room yourself. Qız, otağını sən özün təmizlə. Girl da bir nəfərdir. Herself yerinə yourself qoyuruq. Nəyə görə? Çünki onlardan sonra vergül işlənib. Cümlələrə baxarkən vergülə diqqət edin. Baxın, görün, vergül var ya yox. Baxın, həmin cümlədə mən vergülləri açsam, cümləni buraya yazmışam. Girls clean their rooms themselves. Qızlar otaqlarını onlar özləri təmizlərlər. Gördünüz, burada vergül yox idi. Girls-u nə ilə əvəz edirik şəxs əvəzi olaraq? Z ilə. Z-yi qayıdışa çevirəndə nə olur? Themselves olur. Həmçinin təkdə olsa, girl clean her room herself. Qız otağını özü təmizlədi, o özü təmizlədi. Görürsünüz, girl, she'dir. Çevirdik, qayıdışa nə oldu? Herself oldu. Yəni, sözümün canı nədir? Ən əsas qeyd də budur bu qaydada. Xitaba diqqət eləyirik. Vergül varsa, bu xitabdır.
Daha sonra növbəti qeydimiz let's cümlələrdə, daha çox da əmr cümlələrində let's ifadəsini çox görürük. Let's gəlin deməkdir. Let's-in açılışı nədir? Let us, let us formasında yazılır. Qayıdışa çevirəndə nə olur? Ourselves, biz özümüz. Yəni deyirəm ki, let's paint the house ourselves. Gəlin evi biz özümüz boyayaq. Və yaxud da ki, let's talk about ourselves. Gəlin bu haqda özümüz danışaq. Bu formada cümlə görərkən, yəni let's ilə başlayan cümlə görərkən sonuna ourselves qoyuruq. Daha sonra bir də bizim qarşımıza by ilə olan refleksiv pronounlar çıxa bilər. Yəni by üstəgəl refleksiv pronoun olanda tərcüməsi nə olur? Tək başına. Yəni məsələn deyirəm ki, by myself, mən özüm tək başına. Və yaxud da ki, by himself, o özü tək başına. By themselves, onlar özləri tək başına. Bu formada tərcümə verir. Belə qayıdış əvəzliyi haqqında da bu qədər.